Birinci Qarabağ müharibəsinin daha bir itkin şəhidi Mübariz Ağahüseyn oğlu Şahmurov Bakının Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, rayon və ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb. Tabutun büküldüyü Azərbaycanın dövlət bayrağı şəhidin yaxınlarına təqdim olunub. Bugün 33 illik bir həsrətə son qoyulub. Hisslərimi, yəni necə deyim sizə, çatdıra bilmirəm. O qədər çətindir ki mənə. Sevinç hissi, kədər hissi, şəhidimə olan qürurum, hamısı bir aradadır. O qədər mən bugün kədərim çox böyük olsa da, acım çox olsa da, yəni təskinliyim də böyükdür. Bir o qədər də sevinirəm. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Dövlətimiz sağ olsun. Qardaşımın nəşi səngərdən götürüldü. Bu bir daha sübut elədi ki, qardaşım axırıncı damla qanına can vuruşub. Qardaşımın dünya malından heç nədən ehtiyaclığı yox idi. Onu müharibəyə aparıb çıxardan vətənpərvərliyi, qeyrəti, namusu oldu. Allahın bu gününə şükürlər olsun ki, üstündən 33 il keçməsinə baxmayaraq Mübariz qardaşımızın nəşi tapıldı. Bu həm sevincimizdir. Sevincimiz de ona göre ki artık onun evlatları, valideynləri, gözləri yoldan çəkildi. Sevincimiz de ona göre ki artık biz o torpaqlara qovuşduq, o ərazilər azad olundu. Qeyd edək ki, Birinci Qarabağ müharibəsi şəhidi Mübariz Şahmurov 1963-cü il iyunun 12-sində Sabirabad rayonunun Navdan kəndində anadan olub. O, 1992-ci il fevralın 26-sında Xocalı rayonu istiqamətində gedən döyüşlərdə itkin düşüb. Mübariz Şahmurov Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bugün dəfn olunan 3 şəhiddən biridir.